Futbolu sevdirən adamlar seriyamızın ilk bölümünə xoş gəlmisiniz. Dünyanın sizə imkansız dediyi o anları xatırlayın. Bu gün biz imkansız sözünün lüğətdən çıxardan biri haqqında danışacağıq. Bir insanın öz bədənini və taleyini necə bir sənət əsərinə çevirdiyindən danışacağıq. Heç bir fırça istifadə etmədən sadəcə tərlə və əzmlə yazılmış bir sənət əsəridir. Bir çoxu ona təbiət möcüzəsi deyir. Mən isə ona əziyyətin bəhrəsi deyirəm. Çünki təbiət insana istedad verə bilər. Amma zirvədə qalmaq üçün isə dəmirdən bir iradəyə sahib olmalısan. Madeiranın yoxsul küçələrindən gəlib dünyanın futbol taxtına oturan Cristiano Ronaldo dos Santos Aveiro. Onun hekayəsi sadəcə futbol deyil, bir iradə manifestidir. Bu, hər birimizə öz daxili gücümüzü xatırladan bir üsyan hekayəsidir. Bu videoda siz onun heç vaxt təslim olmayan ruhunun dərinliklərinə enəcəksiniz. Hazırsınızsa, tarixin ən böyük işçisinin hekayəsi başlayır. Yaxın əyləşin. Min 985-ci il 5 fevral Madeirada, okeanın ortasında kiçik bir adada kasıb bir ailənin 4-cü övladı dünyaya gəlir. Dünya o gün hələ fərqində deyildi ki, tarixin axını dəyişmək üzrədir. Anası Dolores onu dünyaya gətirmək istəmirdi. Çünki dolanışıq çox pis idi. Amma o illərdə qəribə bir təsadüf baş vermişdi. Portuqaliyada uşaq abortu qəti qadağan idi. Və Dolores çıxışı başqa yollarda axtarmağa çalışdı. O, isti pivə içdi. Yorulana kimi qaçdı. Amma o uşaq dünyaya gəlməyə qərarlı idi. Atası Deniz müharibənin travmalarını alkoqolla unutmağa çalışan bir ata. Cristiano uşaq yaşlarından məsuliyyəti çiyinlərinə aldı. O, uşaq oyuncaqları ilə yox, həyatın sərt üzü ilə böyüyürdü. 12 yaşında Sportingə getmək üçün evdən ayrılanda, hava limanında hıçqıraraq ağlayırdı. O sadəcə futbolçu olmağa getmirdi. O, ailəsini xilas etməyə gedirdi. Həmin gün o balaca uşaq öz uşaqlığını hava limanında qoyub təyyarəyə bir kişi kimi daxil oldu. Lissabonda həmyaşıdları onun ləhcəsinə güləndə, o gecələr idman zalında bir gün mənə hörmət edəcəksiniz deyə çıldayırdı. Onun tək sığınacağı və tək silahı ayağındakı top idi. Və o bu silahla bütün dünyanı fəth etməyə çalışırdı. Bir hazırlıq maçında Manchester United müdafiəçilərinin başı elə fırlanmışdı ki, Sir Alex Ferguson maç bitməmiş transfer kağızlarını hazırlatmaq məcburiyyətində qaldı.
Onun hər hərəkəti sanki yaşıl meydana düşən ani bir şimşək effekti yaradırdı. ...18 yaşlı bu arıq uşaq Old Trafford'a gələndə ona 7 nömrəli forma verildi. O, Beckham'ın varisi idi. Bu nömrənin ağırlığı altında çoxları əzilsə də, o bu yükü böyük bir qürurla qəbul etdi. İlk illərdə hər kəs onu showman adlandırırdı. Çox fənd edirdi. Çox yıxılırdı. Amma bir gün Ferguson ona dedi: "Əgər dünyanın ən yaxşısı olmaq istəyirsənsə, effektiv olmalısan." Bu cümlə onun futbol zəkasında yeni bir qapını aralamışdı. Fergusonun o sözündən sonra, yəni o gündən sonra Ronaldo dəyişdi. Məşqdən sonra hamı gedəndə o ayaqlarına ağırlıq bağlayıb saatlarla qaçırdı. Bədəni artıq bir insanın deyil, mükəmməl bir atletin limitlərinə yaxınlaşırdı. ...2008-ci ildə Moskva yağışı altında Çempionlar Liqasını qazananda o artıq sadəcə bir ulduz deyil, dünyanın ən yaxşısı, qızıl topun sahibi idi. Artıq o, Lissabondakı uşaqların dediyi kimi kəndçi uşağı yox, futbolun yeni sahibi idi. Madriddə bir imperatorun təqdimat mərasimi. Real Madrid onun üçün rekord məbləğ ödəmişdi. Dünya futbolu artıq bir daha heç vaxt əvvəlki kimi olmayacaqdı. Ronaldo isə buna cavab olaraq hər maçı bir müharibəyə çevirdi. O illərdə qarşısında tarixin ən güclü Barselonası və Lionel Messi var idi. Bu sadəcə bir oyun yox, iki fərqli fəlsəfənin toqquşması idi. Bu rəqabət Ronaldonu bir qol maşınına çevirdi. O, hər səhər saat 6-da bazaya gələn ilk, oradan çıxan sonuncu adam idi. Yuxu və istirahət onun üçün sadəcə bir zəfərə hazırlıq vasitəsi idi. Madriddə keçirdiyi 9 il ərzində nə az, nə çox 450 qol vurdu və bu hər maçda bir qoldan çox demək idi.
O, Madridin tarixinə adını qızıl hərflərlə yazdırdı. Artıq rekordlar onun üçün aşılmalı bir maneə yox, adi bir vərdiş idi. Üç ardıcıl Çempionlar Liqası kubokunu qazanmaq isə sadəcə onun kimi bir Terminatorun edə biləcəyi bir şeydi. Ronaldo Madrid səmalarında əlçatmaz bir ulduza çevrilmişdi. Hər kəs çox yaxşı bilir ki, 30 yaşdan sonra futbolçularda geriləmə başlayır. Amma Ronaldoda bu məsələ ümumiyyətlə başlamadı. O, təbiət qanunlarına meydan oxuyaraq zamanı dayandırmağa çalışırdı. Real Madriddən sonra Juventusa getdi. İtaliyanı fəth etdi. Yenidən Manchesterə qayıtdı. Amma dünya onun xəyal etdiyi kimi qalmamışdı. Hər qayıdışın bir kədəri, hər zirvənin bir enişi var idi. ...2022-ci il Dünya Çempionatında ehtiyat skamyada oturub ağlayaraq tuneldən keçməsi bəlkə bitməyən bir ehtirasın təzahürü idi. Səudiyyə Ərəbistanına gedəndə hamı etdiyini etdi, qazandığını qazandı və artıq getdi dedilər. Lakin hələ də qol vurur. Hələ də 1000 qol səddini keçməyə çalışır. O bizə sübut edir ki, yaş sadəcə bir rəqəmdir. Əgər ruhun hələ də acdırsa. Zirvə bəlkə dəyişdi, amma zirvədəki adam eyni qaldı. Bəli dostlar, Ronaldo'nun hekayəsi bizə nə öyrədir? O bizə öyrədir ki, əgər dünya sənə yox dedisə, sən özünə mütləq hə deməlisən. Hər bir əngəl əslində daha hündürə çıxmaq üçün bir pillədir. O bizə öyrədir ki, istedad bir hədiyyədir, amma əziyyət bir seçim. Ronaldo bəlkə də dünyanın ən sevilən insanı deyil, amma o dünyanın ən rəğbət olunası iradəsinə sahibdir. Bu iradə gələcək nəsillər üçün yazılmış ən böyük nümunədir. Videonun sonunda sizə bir sualım olacaq. Sizin həyatınızda imkansız dediyiniz o maneəni aşmaq üçün nə qədər iradəyə sahibsiz? Bəlkə də növbəti böyük hekayə elə məhz sizin aranızdan çıxacaq. Kanala abunə olun. Abunə olun ki, növbəti əfsanənin hekayəsini qaçırtmayasınız. Unutmayın dostlar, hər birimizin içində bir qəhrəman gizlidir. Həmin qəhrəmanı ortalığa çıxardın. Mübarizəyə davam edin. Növbəti videoda görüşənədək sağlıqla qalın.